Xanım Zəhranın bir duası var. Nə qəşəng duadır bu dua. Ağzıma öyrədir ki, necə dua edin, deyir Allahümmə. Bilirsiniz bu dua hansı gündür? Xanım Zəhra bu duanı cümə axşamları eləyərdi, 4-cü gün. İstəsöz eləyin bu duanı, qəşəng duadır. Deyir Allahümmə əinnə. Allah mənə kömək elə, xanım Zəhra deyir. Niyə, nə istəyirsən? Əla şükrikə. Kömək elə sənə şükr edeyim. Zikrikə. Kömək elə zikr edeyim. Və taatikə. Kömək elə itaat edeyim. Və ibadətikə, bir rəhmətikə, ya ərhəmər rahimin. Allah kömək elə mənə. Dua eləyə bilim, ibadət edə bilim, itaat edə bilim. Məgər sənni idi, məgər mənni idi. Allah izin verməsə məgər itaat edə bilərik. Allah bir anda əlimizdən hər şey alır, hər şeyi.